Bu evdə bir neçə dəfə çəkiliş eləmişəm. Bu ev mənim babamın evidir, Bayram babamın. Təkrar olmasın. Yenə də hər dəfə kəndə gələndə özümə borc bilirəm ki, ata-baba evimizi çəkim. Çünki bu evdə çox xatirələrimiz olub. Uşaqlığımız keçib. 2007-ci ildən ev kimsəsizdir. Bir vaxtlar səs-küylü, böyüklü uşaqlı olan ev artıq 2007-ci ildən bəri çox sakit və kimsəsiz və baxımsızdır. Elə o səbəbdən də ev çox bərbad və dağılmış vəziyyətdədir. İndi çəkilişlərdə görəcəksiniz, çox pis gündədir ev. Çox heyf ki, bu evə heç birimiz sahib çıxa bilmədik. Ev. Və bu da evimizin baxımsız halı. Ev olduqca bərbad vəziyyətdədir. Baxımsız, tör-töküntü, dağınıq vəziyyətdədir. Çox heyf. Bu evin bir otağıdır. İçəri çox girmək istəmirəm ki, ilan ola bilər. Baxımsız vəziyyətdə olduğu üçün ilan ola bilər evdə. Həmişə bu qapı bağlı olurdu. Kilitli olurdu. Görüm açıqdır, yaxsa yenə kilitlidir. Yenə kilitlidir. Ev dəhşətli dərəcədə dağınıq, bərbad, uçulmuş, sökülmüş vəziyyətdədir. Bu evdə bizim uşaqlığımız, körpəliyimiz keçib. Amma heyf ki, evə nəzarət elə bilmədik. Evə baxa bilmədik, bərbad vəziyyətə qaldı bu ev. Dağıldı, töküldü. Baxımsız vəziyyətə qaldı. İndi inşallah evi çöldən də çəkəcəm. Biraz qorxuludur. Bu o vaxt ki, dövrdə yaşayanların yadına gələr divarçı şkaflar. Köhnə evlərdə belə olurdu, divar içərisində şkaf hörülürdü. Bu da evin kənardan görünüşü. Həyətimiz çox bağ-bağatlı idi. Çox meyvələr var idi, çox meyvə ağacları var idi. Nar ağacı, əncir ağacı, göyəm ağacı, gavalı ağacı, tut ağacı, növbə-növ tutlar. Artıq meyvələrdən əsər əlamət qalmayıb. Bu da atamgilin
tikdirdiyi yeni ev. İstəmədi ki, baba yurdumuz boş qalsın. Fikirləşdik ki, ev tikdirək burada. İnşallah Allahın izni ilə, sağ salamatçılıqla bu evi başa vurarıq. Bu həyat boş qalmaz inşallah ki. Nar ağacları. Bu da yadına düşər bəlkə də o dövrdə yaşayan insanların həyətlərdə içməli su üçün baseyna tikirdilər. Su içmək üçün. Buradan bunun içərisində içməli su doldururduq. Buradan qabla götürürdük. İçirdik. İndi artıq o da bu baseyna da bərbad vəziyyətdədir, baxımsız vəziyyətdədir. Və yenə dediyim kimi bu evdə çox çəkilişlər eləmişəm. Hər dəfəsində kəndə gələndə təkrar-təkrar çəkilişlər eləməyi özümə borc bilirəm. Çünki bu evi tarixə həkk eləmək istəyirəm. Bu səbəbdən də hər dəfəsində çəkirəm. Hər dəfəsində eyni sözləri təkrar edirəm. Heyif ki, ev baxımsız və bərbad vəziyyətdə qaldı. Yəqin ki, gələcəyini yaxşı olar inşallah. Çox heyif. Hələlik bu qədər dostlar. Kanala abunə olmağı, səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Bu mənim üçün çox vacibdir. Sağ olun, sağlıqla qalın. Bu qədər.